Uşaq vaxtında hər məhəllədə olub da, hamımızın başına gəlib. Bir oyun oynayanda, bir topla futbol zad oynayıb eləyəndə hamımızın məhəlləsində biri vardı. Topu götürürdü, topu onun idi. O gəlirdisə oynamağa top oynayırdıq, gəlmirdisə oynamırdıq. Yəni topu götürürdü, mən getdim. Xəttində dəyən kimi, nəsə bir şey eləyən kimi topu ver, mən gedirəm. Yəni mənni ilə böyüyüb. Ailədən də heç kəs onu başa salmayıb ki, bu doğru davranış deyil. Bax, həmən uşaqlar indi böyüyüb, o topu götürüb gedən uşaqlar var, böyüyüb, hərəsi də indi bir sahədə peşəkardır. İndi fikirləş, sənin gedib bir xəstəxanada, bir həkimə müayinə olmağın, bax, həmən uşaq olma ehtimalı böyükdür. Mənli ilə böyüyüb. Yaxşı, ona da tərbiyəni verən valideyn heç bir müdaxilə eləməyib ki, bala, bu doğru davranış deyil. Gedib ən gözəl təhsil yerində də təhsilini alıb gəlib, oxuyub, məsələ bir həkim olub, bir peşəkar olub sahəsində, nəinki həkim, seçdiyi sahədə peşəkar olub, amma insan ola bilməyib. İnsan deyil. Yaş gəlib 30-a hələ də insan deyil. Bax, bütün nizamsızlıqlar da bundandır.